Aduzu da həkim qoyursunuz. O namaz idi mənə yazmışdı. Dünən mən o mazı sürtəndən sonra arvad məni evdən çölə atdı. Gecə həyətdə yatmış. Elə maz olar, mazdan pox yiyər. Elə bir üstümə sıçmışdır. Dünən sizdən xahiş elədim ki, mənə yaxşı maz yazın. O qəşəng mazdır. Köpək oğru istəyən dedim, iyi gəlir. Yazdığım maza. Üzr istəyirəm, gəlirəm. Qolaq az. Dədön dədəmin görəklərim arvadı xəbəri yox idi. Elə bir də evdə sıçan ölür. Mənə yaxınlaşandan sonra gördüm mən ölmüşəm. Et saçdım. Gördüm məndən iyi gəlir. Sarımsaq onun yanında ətir sayılır. Düz 48 əvət silmişəm, yenə iyi getmir. O elə olur. Necə elə olur? Başqa maz yox idi. Mən itin eşeğinə mindirmə. Doktor. Mazı hara sürtür? Qarnıma sürtürdüm. Hara sürtəcəm? Doktor qarın üçün yazmışdım mazı. Əlbəttə, mən heç vaxt səhv iş Siz görmürəm. səhv iş görməzsiniz. Heç vaxt səhv iş görməzsiniz. Hələ də iyi getmir. Elə bir cibimdə sıçan ölür. İndi bunun çarəsi yoxdur. Neyniyim mən? Biraz səbr edin, indi bir şey fikirləşərik. Mənə köməklik göstərin, bu idəm canımı qurtarın. Siz and verin dədüzün görünə mənə kömək eləyin. Avtobusa minə bilmirəm. Bir yax mənə avtobusdan çöl Avtobusun atdılar. çöl atdılar. Hə, avtobusdan çöl atdılar. Dədön dədəm gör haqqı. Gör necədir, mən həmişə işi yerində qonşu itləri məni qatırdı qabağına. 2 günlük itlər mənə yaxın durmur. Arvad mənə dedi, iyi təmizləməsə evə gəlmə. Belə yesə deyəsən çöldə qalacaq. Mən uca iyidən qalamıram. Salam doktor. Salam doktor. Bu nə idi burada? Ruhum bədənimdən çıxdı. Nə baş verir burada? Müştərini niyə ayaqüstə saxlayıbsınız? Məşğul ola bilmirsiniz? Mən də sağ xaynam. Heç qozlarına dalmırlar. Narahat olmayın, hər şeydən xəbərim var. İndi nə danışırsınız? Allah dədir rəhmət eləsin. İndi mən sizə elə dərman yazacam ki, sizə gül yiyəcək, gül. Oraya o, gəlin bu tərəfə, orada eləşin, indi mən sizi çağıracam.